Bir daha salam, əziz və dəyərli izləyicilərimiz. Deməli, bugünə 3-cü avtomobilimiz Toyota Camry. 2008-ci il 2.4 benzin mühərrik, avtomat sürətlər qutusu. Maşınımız bu da Range Rover kimi, yəni yatır. Təəssüflər olsun ki, avtomobilin pulunu ödəyə bilməyiblər. Maşın qalıb burada. Deməli belə, avtomobildə bu da Range Rover kimi, bunun da mühərrik problemi var. İlkin ödənişi cəmi 1000 manat, 400 manat ofis haqqı ilə bir yerdə avtomobilimiz təqdim olunur. Cəmi 30 ay 566 manatdan verilir. Buna da bir aylıq period var. Bir ay vaxt verirlər sizə ki, yəni mühərriki falan filan həll eləyəsiniz, bitsin. Ondan sonra hesablanacaq, ondan sonra pulu ödəməyə başlayacaqsınız. Maraqlananlar 24 saat əlaqə saxlaya bilər. Daima xidmətinizdən həmişə kimi kanalımıza abunə olmağı, videomuzu bəyənməyimizi də unutmayaq. Allah'a əmanət olun. Görüşmək üzərə. Gəlir ha, maşınlar gələcək. Bugün istədiyimiz qədər maşın olacaq.